Salam dostlar. Bugün sizlerle birlikte İngilizce mən ədəbiyyatlarını çəkirəm. Azərbaycan dilləri yazıyordu. Onları çəkmişəm. Yeniden istəyirsinizsə kanalıma abunə olmağı unutmayın. İndi ədəbiyyat çəkirəm. Gəlin onda başlayaq. Mən təbii ki birinci, üçüncü falan səhifədən başlamayacağım. Hamının qaldığı bölmədən başlayıram. Qara torpaq, sarı qızıl. Təbəli, baxın, hamının qaldığı yer buradır. Deməli, baxırıq. Abdullah Şaiq. Gördüyünüz üzere bu Abdullah Şaiqdir. Abdullah Şaiq 1881-ci ildə doğulub, 1959-cu ildə isə ölüb, həyatdan köçüb. Gördüyünüz üzere. Gəlin bura baxaq, bu isə o uşaq əsərləri ilə yeni nəsillərə dil açmağı, göz açmağı, həyatı, insanları tanımağı, sevməyi öyrədirdi. 3 nöqtəyin devamı var bunun. Abdullah Şaiqin əsərlərində vətənini, xalqını sonsuz vurğunluq əksini tapıb. Mikayıl Rızaquluzadə bunu deyib. Burada yada salına gözümüzü ataq. Vətənimizin bənzərsiz təbiəti, nadir heyvan və quşlar aləmi barədə hansı əsərləri oxumusunuz? Bunları həmən rəylər bölməsinə yazın. Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub? Bunları da yazmağı unutmayın. Düşünün, insanın təbiətə qayğı və sevgisi nə üçün lazımdır? Məsəl üçün təbiəti qorumaq bizim haqqımızdır. Yəni bizim borcumuzdur təbiəti qorumaq. Ona görə ki biz təbiəti zibilləməməliyik. Təbiətdəki bütün ağaclar, gülləri, hər şeyi yandırmamalıyıq. Meşələrimiz nə günlərə düşüb, yüzlərlə, minlərlə meşələrimiz. Ona görə ki bu sal da təbiətimizi biz qorumalıyıq. Bizim borcumuzdur. Buna baxaq. Oxudu aydınlaşdırın. Əsərdə tanış olmayan sözlərin mənasını lüğətləri sorğu kitablarının köməyi ilə aydınlaşdırın. Əsərdəki bədii təsvir vasitələrini müəyyənləşdirin. Yaxşı, eləyərik bunları. Mən indi burada özümlə tanış olmayan sözləri baxın bu hissələrdə yazacağım. Yazaq bura tanış olmayan sözler. Elə yazaq lüğət. Lüğət. Oxuyaq. Yəni bu boyda mətni, onda mən tezcə oxuyacağım, amma yarı qalsa tapışıqlar deyəsən elə bilməyəcəyik. Köç, ixtisarla. Mayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı. Yatağımda yatırdım. Birdən bir anamın yavaşça "Oğlum qalx, yaylağa gedirik" deməsindən gözlərimi açdım. Anam başıma əlləri içinə alaraq "Bir də qalx oğlum, səndən başqa hamı hazırdır. Arabamız da gəlib" dedi. Dərhal dimdik qalxdım. Paltarımı giydim, əl yüzümü yudum, bir fincan çay içər-içməz pilləkənləri qub baş aşağı endim. Öküz arabası qapımızın ağzında durub, arabacı Salman kişi də şeyləri usulca arabaya yerləşdirirdi. Ailəmizin hamısı aşağıda idi. Hətta Mərmər adlı ağ pişiyimin, sarı iri toyuğumun cücələri ilə bərabərdir. Bir səbət içini götürmüşdük. Sevinirdim. Hamımız arabaya doluşduq. Salman kişi də arabanın boynuna oturub araba hərəkət etməyə başladı. Atam da ata minib yanımıza gəlirdi. Şəhərin iri geniş küçələri ilə gedirdik. Hər zaman gözümüz alışdığı geniş küçələrə böyük evlər, iri şüşəli mağazalar
3 nöqtə, yəni ki, davamı var. Məsələn, onu dedim. Araba şəhərdən çıxarkən günəş yenicə çırpır, şəfəqi bürüyən qırmızıqdan üfüqlər də dağ silsiləsi kimi görünən buludlar əlvan rəngə boyandı. Bir dəqiqə mən burada bir şey qoyum. İndi mən bunu başa düşmədim ki, silsiləsi. Yazaq bunu lüğətimizə. Bir silsiləsi. Bu bir. Bunu pozduq. Bunu oxuduq. Şəhərin səsi gürültülü küçələrindən isti havasına get-gedə uzaqlaşırdıq. Arabamız iki tərəfi ağac əkin və bostanla bəzənmiş bir yolla gedirdi. Azərbaycan! Burada nida var və qışqıraraq həyəcan dolu ilə deyir. Azərbaycan, doğma vətənim, gözəl təbiəti var. Səhərlərə məxsus olan nəsimdən arabir yarpaqlar qımıldanır, təpələri çöl dağlanırdı. Yaşıl yarpaqlar arasında sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. Göz işlədikcə açıqlıq, yaşıllıq, dərəlik, təpəlik irəlilədikcə qarşımıza bir-birindən daha gözəl təbiəti, daha canlı lövhələr açılır. İki iri kələkötür ətəkləri qaradikan kolları ilə döşənmiş dağlar arasında yuxarı qalxdı. Təbiəti və hava başqalaşır. İnsan ürək dolusu nəfəs alır, yumuşaq otlarını, əlvan çiçəkləri, dağ nanələrinin gözəl qoxusundan insan bihuş olurdu. Bu bihuş sözünü bilməyənlər də var, amma mən bunu lüğətə yazacağım, çünki mən bilirəm. Amma bəzənləri bilmir. Bihuşu mən isə başa salacağım. Bihuş yəni ki, uşağa bir dəqiqə mən bunu yazım. Bihuş yəni ki, o təbiət o qədər gözəldir ki, insan siz belə başa düşün. Təbiət o qədər gözəldir ki, adam indi düşüb bayılacaq da, özündən gedəcək. Yəni bihuş buna deməkdir. Devam edirik. Devam. Buradayıq. Dağların ardı arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. Qocaman bir dağın, qocaman bu deməkdir ki, bunlar türklər deyir, kocaman. Yəni ki, qocaman, məsəl üçün bu kitab nə qocamandır, yəni bu kitab nə böyükdür. Yəni elə də, qocaman da onda gəlin yazaq. Oy, qocamanı da yazdıq. Qocaman bir dağın təpəsinə qalxdıq. Qarşımıza daha böyük bir dağ çıxdı. Bu dağı da aşdıq. Çiçəklər, səltələn. Bir də uşaqlar, oy bu nədir? Baxın gördüyünüz orada da ədəbiyyat yazılmışdı. Biraz mən uşaqlar fasilə edim. Həqiqi çünki çox dedim, hələ bu mətn nə böyükdür, bəlkə biz çatıra bilməyəcəyik. Hələ var ya bunlar. Nəysə, gəlin oxuyuruq. Qalxdıq. Qarşımıza daha böyük bir dağ çıxdı. Bu dağı da aşdıq. Çiçəklər səltənəti kimi bir açıqlığa çıxdıq. Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq, uçurumlu dərələrlə qucaqlaşmışdı. Uzaqda bir təpə ətəyinə 5-10 alacıqdan ibarət bir oba görünürdü. Artıq yetişmişdik. 3 nöqtə yenə də, baxın, bura mən indi bir yerdə yazdım. Bunu yaşayacağıq. Devamı var. Bakın gördünüz, mən də bir də yazdım. Devamı var. Arabamız bir anacığın ağzında durdu. Bir dəqiqə. Oy. Üzülü sayın.
Arabamız bir alacığın ağzında durdu. Yerə endik. Bizi keçədən qayrılmış bir alacığa gətirdilər. Bir anda kənd qadınları və uşaqları ətrafımıza aldılar ki, axı onlar şəhərdən deyəsən gəlirdilər. Baxın o şəhərli oğlan elə şəhərli oğlandı da. Şəhərli oğlan kəndə gəlirdilər və kənddəki bütün uşaqlar daha belə qəribə belə olurdu şəhərdən gələn bir uşaqlara. Ona görə ki, başlarını yığışıb kənd uşaqları ona oynamaq istədirdilər, gəzmək istədirdilər, belə eləmək istədirdilər. Yəni kənd uşaq və şəhər uşağın arasındakı bir fərqə baxın. Qadınlar bir dəqiqə. Bir anda kənd qadınları və uşaqları ətrafımıza aldılar. Qadınlar anamla öpüşür, danışır, gülüşürdülər. Uşaqlar isə inci kimi düzülmüş ağ dişlərini göstərərək mənimlə danışmaq, oynamaq istədiklərini anladılar. Gördüyünüz kimi mənim dediyimdir. Baxın bu təbiətin gözəlliyinə, buna da təbiət öcəyi deyə bilmərsən də. Bu təbiətin bir dənə gözəlliyinə baxın. Çox qəşəngdir. Baxın burada inəklər var, çoban var, dağların qəşəngliyinə baxın, səmanın elə özünə baxın, çəmənliklərə, yaşıllıqlara, daşlara. O qədər gözəldir ki, bunların hamısı. Səməd Haqq Verdiyevin Doğma Diyarı. Mən isə utancaq səsim batır, o qədər çox oxuyuram ki, bir dəqiqə baxın görün nə qədər çox var. Burada azdır. Burada çoxdur. Baxın gördüyünüz üzərə mən bunun hamısını oxuya bilmərəm. Siz bunu oxuyun. Baxın, mesela burada neçə səhifə var. İndi dostlar, mən bunu 2 saatda oxudum. O qədər səsim batdı ki, bir tapşırıqlara gələ bilməyəcək. Biz ancaq bunu oxuyuruq. Mən indi dostlar fasilə verim, qəşəng suyumu içim. Siz də hələ ona qədər qəşəng oxuyun, ondan sonra. Dostlar səsim bir dəfəli belə qəşəng yerinə gəldi su içdikdən sonra. Nəysə, bunları əgər ki oxuduysanız, tapşırıqları elə bildiysəniz, gəlin bir dənə baxa görək tapşırıqlara. Bir dərs məzmun üzrə iş. 1, 2, 3, 4. Gəlin başlayaq. Əsərin ilk 2 parçasını oxusundan bunu fərqli şəkildə yerinə yetirə bilərsiniz. Sonra parta yoldaşınızla birlikdə mətn kənarı suallara cavab hazırlayın. Təbii ki, mənə bizə bunu verəcək. Nə olar, 20 nömrəli məktəbdə oxuyanlar mənə bir dənə şey yazsın. Çünki mən 20 nömrəli məktəbdə oxuyuram. Bunları parta yoldaşınızla edəcəksiniz. İkincisine baxaq. Kiçik qruplardan birləşib hazırladığınız cavablarla bağlı fikir mübadiləsi aparın. Mən bunları uşaqlar başa düşmürəm. Ona görə ki, bu sualları bir dəfəli belə eləyək. Çünki mən heç nə başa düşmürəm. Mən belə bir qızam. A few moments later. Siz bu sualları etməyi unutmayın. Bir dəfəlik dərsimizdə Səməd Vurğunun Çinarın şikayətini istəyirsinizsə, bunun hamısını oxuyacağım. Baxın, bunların hamısının çıxmasını istəyirsinizsə, nə olar mənim kanalıma abunə olun. Buna baxın, nə çox bizim bütün şeylərimiz var. Mən bunları çox üzgünəm ki, bunları sizə işləyə bilmirəm. Yəni elə mənim kanalıma bir dəqiqə bu maviyə yazaq gəlin. Kanalıma abone olmayı unutmayın. Sizi seviyorum. Bye bye.